Şirkətin adını çox fikirləşdik. Qardaşım dedi ki, qoy elə araş. Sahədə çoxlu çatışmayan məqamlar var idi və ona görə də biz bu araş şirkətini yaratdıq. Və necəsə oldu, hal-hazırda kosmetologiya sahəsi böyüdü və artıq hər 5 nəfərdən birində kosmetoloji müdaxilə var. Belə deyim, 2002-ci, 3-cü illərdə az insan bundan istifadə edirdi. Lazer epilyasiyası bütün bədən $2000 idi. Və qorxulu idi, insanlar qorxurdular. Çox qorxulu da eləyirlər. FCI sertifikatı var Amerikanın, bir də CE sertifikatı var ki, Avropa. Yəni bunu araşdırılır. Tam şəkildə bu avadanlıq insan sağlamlığına zərər vurmayacaq və bundan daha çoxlu faydası olacaq. Artıq respublikaya mənşəyi bəlli olmayan, keyfiyyətsiz, insan sağlamlığına zərər vuran preparatlar, dərman preparatları, belə kosmetoloji vasitələr olsun, avadanlıqlar olsun, gətirilmir. Amma əfsuslar olsun ki, bunun belə deyim, Çin kopyasını eləyirlər. Heç bir mənşəyi bəlli olmayan avadanlıqları da gətirirlər və bu arada aparat kosmetologiyasına qarşı inamsızlıq yaranır.